Namik Allah verdi. Diğer futbolcular 1 Abdullah, Musayev 4 Davut, Hüseyin'in Dikel'in bu hücumu ise Murat Kapıya zərbə ve top kapıdan geçir. Görüşün ikinci dəqiqəsində Ulduz futbolcuları hesabı açır. Ulduz'un 21 nömrəli futbolcusu Murad Abbaslı topu kapıdan geçirir. Vurulan bu golun təkrarı bize bir daha təqdim olunur. Görünür Murad özü-özünə məhsullar ötürmə verir. Murad Amini keçdi ve iti bucaq altından sol ayağı ilə qara ötürmələrin şahidi oluruq. Yusif Murad istiqamətə Murad qapıya baxdı, zərbəsi və top qapının yanından keçir. İsa Məmmədov bildirir ki, qapçıya toxunmaq olmaz. İşarə gəldi, Murad qapıya zərbəsini indirir qapçı. İbrahim yaxşı oynayır, komandasını qoldan xilas edir. Outdan Ulduz topu oyuna daxil edəcək. Murad Yusif qapçı topu əlindən buraxır, daha bir zərbə. Hakim bəli qolu qeyqal 34 nömrəli oyuncu Ziya İbrahimli topu qapıdan keçirir. Bəli, vurulan bu golun təkrarı bizə bir daha təqdim olunacaq burada. Nələr baş verdi? Murad topu saxladı. Bir daha sizə təqdim olunacaq. Məhəmməd, Salih, İsmail istiqamət, İsmail, İlyas boş mövqi, İlyas qapıya zərbə və top qapıdan keçir. Vətən futbolçuları buraxılan qollardan birinin əvəzinə çıxır. İlyas Məmmədov topu qapıdan keçirir. İsmail Əhmədovun ötürməsi də yaxşı. Salih ötürü, İsmail boş mövqedə oyuncunu yaxşı gördü. İlyas isə topu qapıdan irəli oynuyor və bu ötürmə keçsəydi bəlkə də artıq görüşdə hesab bərabərləşəcəkdir. Məhəmməd yox, alınmır, Malik irəliyə oynuyor. İsmail aşırmaz zərbi, İsmail topu qapıdan keçirir və hesab bərabərdir. 2-2 gözəl futbol izlədik. Hər iki komandanın ifasında maraqlı, eyni zamanda bol qollu qarşılaşmanın şahidi oluruq. Hələ ilk hissə başa çatmayıb və vurulan bu golun təkrarı bizə bir daha təqdim olacaq. Malik bu epizodda məhsullar ötürmə verir. İsmail aşırma zərbə ilə topu Murad içəriyə doğru ötürmə, qapıya zərbə və Ulduz daha bir gol vurur. Məhəmmədin qolu, Məhəmməd Babayev 28 nömrə topu qapıdan keçirir və bu cür gol sevinci yaşayır. Ulduz gol vurur. Ulduz 2 top fərqi ilə hesabda öndə indi. Ötürmə Rüstəmcan hesabı bərabərləşdirir 3-3. Rüstəmli Gol TV'nin iştirak ettiği bütün görüşlerde gol vuran yegane futbolçudur. Bu yaş grubunda 4 oyunda iştirak edir ve 4 golun her birinde Rüstəmli onun golü var. Ulduz futbolçuları gol vurmağa çalışırlar. Ötürme, qapıya zərbə və gol. Ulduz daha bir gol vurur. Bu dəfə də 28 nömrə Məhəmməd Babayev topu qapıdan keçirir. Vüqarın ötürməsiydi. Vüqar Əliyev məhsullar ötürmə verir. Ulduz sevinir. Çox gözəl, çox maraqlı. Vətən dərhal mərkəzdən topu oyuna daxil edir. Salih öz rəqiblərini keçməyə çalışırdı. Vətən səhvi yol verir. Ulduz qapıya zərbə, Kənanın zərbəsi qapıcı İbrahim bu epizodda əl ayaqsa göstər düzgün şəkildə inkişaf etməkdir. Həbib vətənin hücumunu izləyirik. Vurulan qolları xatırlatmağa vaxtımız belə göründü olmuyor. Çəliyə doğru ötürmək edərək top qaydı, qapıya zərbə və gol! Vətən daha bir gol vurur. Yenidən görüşdə hesab bərabərləşir. Keçir. Çox maraqlı futbol izləyirik. Gol yağışı davam edir. Bu qarşılaşmanın heç bitməsini istəmirik. Ülvi qapıya zərbə və gol! Vətən daha bir gol vurur. Bu dəfə də Ülvi Xəlil topu gözəl şəkildə qapıdan keçirir. Mən buradayam deyir Ülvi Xəlil. 7 nömrəli futbolçu bu nömrənin haqqını verir. Golun təkrarı bizə bir daha təqdim. Bu dəfə hesabda önə çıxma sırası Vətəndə idi. İkinciden zərbə ilə qapıya zərbə və gol! Gol! Hesab yenidən bərabər.
beraberdir. Vüqarın qolu 33 nömrə Vüqar Əliyev görüşün ən fəal futbolçuların bir Muradın ötürməsindən dəqiqləşdirilər. Yusuf ötürmək gözləyir. İndi hansısa bir ev tapşırığı izləyə bilərik ki, qapıya Mirəli zərbə indirmə qapıcı barmaqların uzuyla Abdullah Musayev əla reaksiya göstərir. Başlayır. Vətən hücumu İlyas. İlham topu itirmədi. İlham qapıya zərbə və gol! Fantastika! Gözəl zərbə idi. Gözəl qoluydu. İlham İsmailov bu epizodda bütün məsuliyyəti özlərinə götürür. Qolun təkrarını izləyirik. Sürət hesabına, texnikası hesabına topu itirmədi. Baxdı və uzaq küncə. Yaxşı meydi, malades qaqa. Və qapıya zərbə burada nələr baş verir? Ülvi Xəlil daha bir gol vurur Rüstəmcan. Rüstəmli məhsuldar ötürməklə yətdi qalır. Vətən hesabda önə çıxır. Vətən gol vurur. Bu oyun Gol TV'də 2024-2025 mövsümünün ən maraqlı oyunlarından biridir. Bəlkə də birincisi qapıya zərbə və top qapıya daxil olur. Ulduz yerdən hesabda önə çıxır. Ziya'nın qolu. Ziya İbrahimli. Murad. İlham. Bu görüşdə bir gözəl qol var ötürmə. Ziya qapıya zərbə qapçı. Abdullah yaxşı oynayır ikinciden zərbə. Daha bir təhlükəli zərbə gəlir. Murad Abbaslı ikinciden zərbə ilə topu oyuna daxil edəcək. Həyəcan görüşdə 1'e 5 artıq görüşün sonlarına doğru gedirik. Murad əllərini havaya qaldırır. İçəriyə doğru qapıya zərbə Mirəli. Topu qapının üstündən. Top oyuna daxil edilməyib. Hakimdən işarə gəlir. Mirəli qapı istiqamətlə təhlükəli zərbə. Komandanın kapitanı. İleriye doğru ötürmə və top ulduz futbolçularına dərək meydan tərk etmiş. Abdullah da artıq içəriyə gəlib son saniyeler. Yəqin ki bu hücumdan sonra görüş başa çatacaq. Top qapının yanından keçir və görüş başa çatır. Hörmətli futbol azarkeşlər, heç bitməsini istəmədiyimiz bir qarşılaşma başa çatır. Hər iki komandaya bugünkü oyuna görə öz təşəkkürümü bildirirəm. Hər iki komanda yaxşı oynadı, bir-birindən maraqlı qolların şahidi olduq. Bu cür oyunlarda futbolçular daha da inkişaf edir. Hörmətli futbol azarkeşləri müqayisəli qalaraq hər komandanın bir nəfər oyunun ən yaxşısı seçirəm. Vətəndən Ülvi Xəlil, Ulduzdan isə Ulduzun 34 nömrəli futbolçusu Ziya İbrahimli. Bizə ayrılmış vaxt burada başa çatdı. Sağ olun və ən əsas odur ki, sağlam olun.